Əməkdar artist Dilarə Əliyevanın nəvəsi Şəfəqin 1 yaş tamam olub. Aktrisa nəvəsinin özəl gününü ailəsi ilə birlikdə qeyd edib. Dilarə Əliyeva ad günündən fotoları sosial şəbəkə hesabında paylaşıb. Fotolarda onun qızları Aytən və Banu, kürəkəni, nəvələri və digər ailə üzvləri yer alıblar. Aktrisa paylaşımında nəvəsinə "Nəvəm Şəfəqin 1 yaşı oldu. Bu 1 ildə ulduz da oldu. Həmişə Şəfəq kimi parla" sözlərini yazıb. Qeyd edək ki, Şəfəq Dilarə Əliyevanın qızı Aytənin evladıdır.